Gül xanım, belə baxış olmaz, bizə belə göz olmaz. Mehriban xanıma bax, nə gözəl baxır. Ay Allah. Belə ateş olmaz, belə köz olmaz. Mehriban xanıma bax, nə gözəl baxır. Nə gözəl baxır. Eşqin dəryasından elən işıqdır. Ömrə naxış vuran bir yaraşıqdır. Mən gül ağacıyam, o sarmaşıqdır. Mehriban xanıma bax, nə gözəl baxır. Anla mətləbimi, düşün dərdimi. Məndən uzaq gəzi fikir eyləmə. Günbəgün artırıb mənim qəmimi, ağladıb halımı yaman eyləmə. Düşmənlər kəsibdi sağı, solumu. Dərdim büküb qədəmimi, qolumu. Ayaşıq bir yandan da sən bağlayıb yolumu. Boran qar yağdırıb duman eyləmə. Aləm bir yan olsun, sən ol bir yana. Gəl mərd ol meydanda, dolan mərdanə. Ant verirəm, ay mübariz. Qurana, haqqa düz ol, Allah aman eyləmə. Mətləbimi istəmişəm xudadan, üzmüşəm əlimi eldən obadan. Əbəs yerə mehribanı yuvadan qaçırıb, sən mən peyman eyləmə. Deyirsən, mən bu tələbə oturacağım. Otur, hələ bir bunlar. Sən ilki sən. Siz evə gedə bilməsəz, vəkilliyinizi eləyə bilərsiniz. Çox gözəl. Esra xanım buradadır, rəhləndirmə. Sən ilki sən, günün nübarı. Yazın xəbərsən, Mehriban xanım. Elə bilirdim ki, söz deyəndə mən sən mənə tərəfsən, Mehriban xanım. Yolda bir-biri ilə pısıldaşıbdır. Saçların məni görüb dolaşıbdır. Elə bir sinəndə gül vuruşubdur. Bəlkə adan yersən, Mehriban xanım. Süzayətəm, dedim, yan o da məndən. Yenə sücayət. Demirəm, düşəsən inada məndən. Dünyada məndə Zamay Könül xanım, dünyada məndən. Bu niyə dolanmıram, Mehriban xanım? Bir gün atıb gedəcəksən, bilirəm, gözlərində nigaranlıq qalacaq. Günəş batıb, ay çıxacaq yerindən. Göy qaranlıq, yer qaranlıq qalacaq. Elə bilmə olacaqsan bəxtəvər. Bir sahilsən, məhəbbətdən bir xəbər. Yalnız ağlını itirənlər düşünər, həmişəli firavanlıq qalacaq. Dəyişəcək oynadığın havalar, dirçələcək dağıtdığın yuvalar, vaxtsız ölüm aparmayan qocalar, nə qıvraqlıq, nə sağlamlıq qalacaq. Günahından oldum üzü gülməyən, qeyrətimdən oldum üzü dönməyən, yadda saxla dəyərimi bilməyən, mehribandan mehribanlıq qalacaq. Anlayıram, Mehriban Bunu xanım. neynirlər, bunlar neynirlər? Anlayıram, Mehriban xanım, məhəbbətin yuxalıqdır. Aşıqsız dözə bilməzdin, yaqin sevən soxalıqdır. Sən getdiksən, can ağlayır, dərdə düşür, qan ağlayır. Əfsanə xanım, mən şeir deyirəm, bu ağlayır, qəlbim elə yox. Süzayətəm, yaram dərin, baxıb yerindən baxıb. Axı könlüm o gözlərin qadasını soxarıq. Gördün şeir var. Mübariz müəllim, çox maraqlı şeir idi. Gecə zəng vursaq bu şeiri bir də təkrar edəcəyik. Dörtdə zəng vursaq. Dörtdə bir də zəng vursaq. Dörtdə hədiyyə madiyyə nəzakəti şeirindən. Demək Könül xanım, bir Maraqlı şeirdir, ona görə. Demək, qoy üzr istəyirəm Mehriban xanım. Bu Nəzakət xanım gəlir Kəlbəzərə, bu şair Süzayətdə tanımaya yoxdur axı. Bu elə bir şey, bunu gəzdirəndə şair Süzayət Nəzakət xanım, Kəlbəzərin ən mənzərəli, yaxşı yerləri gəzdirəndə, bu bunu dərəcəsinə sevir, sevgisini deyə bilmir axı. Amma ürəyində sevir Nəzakət xanımı. Elə olur ki, Nəzakət xanım da gələndə söz verir ki, Könül xanım, bunu bütün dünya verir. Özdə 10 milyon baxış elə belə şey deyil. Bunu mən efirdə danışdım, cəmaat baxıb. Özdə hara gedirəm deyirlər, sən Allah onu deyilən. İndi bu gecə 4-dəki şeir yadıma düşür. yox deyil. İndi elə olur ki, Nəzakət xanım da gələndə söz verir ki, Kəlbəzər zamanında. Mən Bakıya qaydanda burada gözəl bir konsert verəcəm. Konserti də verə bilmir. Qəbirdən işə çıxır, gəlir Bakıya. İndi şair də Süzayətdə şair adamdır. Gözü yolda qalır. Şimdi Allah, bu Nəzakət xanım hara getdi? Bu niyə bəs mənə bildirmədi getdi? Nəysə, çox nigaran qalır. Nəzakət xanım da gedəndə bir kağıza yazıb ki, Süzayətə deyin ki, mən 3 aya gedirəm də, müalicəm də yalnız qalıb. 3 ay, 5 ay keçər, yenə qayıdıb gələcəm. İndi bu da 5 ay olur 1 il, 1 il olur 2 il. Bu gəlib çıxmır. Şair də Süzayət həsrətlədir, nigarandadır. Məmməd Arazın Allah bütün dünyasını Allah bağışlasın. rəhmət eləsin. Nəsillərimizə rəhmət eləsin. Məmməd Araz Bakıya gedəndə bunun qabağını kəsir ki, Məmməd, gecəni yatmamışam. Nəzakət xanıma şeir yazmışam. Sən at edəm Allaha. Bakıda harda qabağını açırsa, ya özün onu axtarda bu şeiri ver ona. Deyirəm, o nədir ki, o kağızdan ötürü sən məbilant verirsən. Götürür, yazır ki, yaman çətin imiş sənsiz yaşamaq. Nəzakət xanıma. Könlüm gecə gündüz, ağlar qayıtkən. Sevəni bir gündə min yol öldürür, sənsiz ötüb keçən, sağlar qayıtkən. Demək keçən keçib olan olubdur, boşalan boşalıbdır, olan da olubdur. Sən gedəndən salalıbdır, solubdur, gül açmır bağçalar, bağlar qayıtkən. Həsrətin qəlbimin sarayın sökür, qəlbim qan ağlayır, gözüm yaş dökür. Süzayət vətəndə qəriblik çəkir, qürbətə dönübdə dağlar qayıtkən. Şeiri göndərir, görür ki,
Az qalıb 4 ilə yaxınlaşa Şahir Suzayətin ülkə saçları ağarır, qozarır həsrətdən. Deyir bəlkə televizor asım. Bunun səsini eşitdim, üzünü görüm. Heç biraz keçmişim bunun ölüm xəbəri gələndə ki, xanım. Ay Allah. Bu infarkt keçirdi. Bunun səsi çıxmır. Həkimlər bunu müalicə edir Rahimyan. Bir ay yarımdan zaten sonra bunun dostları gəlir ki, Suzayət, bəs neyniyəsə də yaxşı olsun, o illərə qaydasan belə falan. Deyir, mənim yenidən anadan olmağım günə qaytarmaq istəyirsiniz də uşaqlıq sağıma. Məni birbaşa aparın mərhumə Nəziyyət xanımın qəbir üstünə, gedim orada ürəyimi boşaldım. Bunu gətirirlər, rəhmətin qəbir üstünə gələndə Suzayət bir dözə bilmir axı. Qəbir daşına yaxınlaşanda cibindən qələm kağızı çıxardır, gözünün yaşı ilə orada Nəziyyət xanıma baxır, deyir ki, dur sevgilim, barışmağa gəlmişəm. Ay Allah. Vay vay. Dözəmirəm, dözüm sənsiz qalıbdır. Öz ürəyim, öz sinəm hissetmir, odum sənsiz, közüm sənsiz qalıbdır. Kövrəlmişəm, elsiz dağa dönmüşəm, saralmışam, barsız bağa dönmüşəm. Sən gələndən kürüşağa dönmüşəm, qan ağlayır, gözüm sənsiz qalıbdır. Suzayətəm, Şamla mənəm sıraqda. Sən getmişdin, mən qalmışdım soraqda. Yazdıqlarım buzadır faraqda, şeirim sənsiz, sözüm sənsiz qalıb. Allah rəhmət eləsin, Allah rəhmət. İndi bu o qədər əfsanə xanım buna təsir edib ki, nə tədbir edib bizə gecə saat 4-də mənə deyir ki, sən Allah